Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə imamil mursalin və alə alihi və ashabihi əcma'in. Əmmə ba'du, esselamu aleykum və rahmetullahi və barakat. Sonra müəllif İbn-i Qeym rahimehullahu ta'ala buyurur ki, zikrin 26-cı faydası. Artıq gəlirik çatdıq 26-cı faydaya bu gözəl kitabdan. Buyurur ki, rahimehullah, həqiqətən zikr məclisləri mələklərin məclisidir, boş söz və qəflət məclisləri isə şeytanların məclisidir. İnsan isə bu ikisindən hansını özünə daha xoş və münasib görürsə, onu da seçsin. Çünki bilsin ki, o hansı məclisi seçirsə, dünyada o məclisin əshabı ilə, o məclisin fərdləri ilə bərabər bir yerdə olduğu kimi, axirətdə də onlarla bərabər olacaq. Yəni İbn-i Qeym rahimehullah ta'ala burada sanki Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olmuş hədisə işarə edir. Əl-mər'u alə dini xalilihi, kişi öz dostunun dinindədir. Kişi öz dostunun dinindədir. Yəni kişi hansı həyat tərzini yaşayırsa, o insanla, nə cür həyat tərzi yaşayan insanla ünsiyyətdəsənsə, oturursansa, durursansa, onun yaşadığı həyat tərzindən də sən təsirlənirsən, eynən də qismən sən də o cür yaşayırsan. Və həqiqətən də bu İbn-i Qeym rahimehullahın dediyi çox gözəl bir göstəricidir. İnsan hansı məclisdə oturursa, o məclis onun üçün daha xoş, o məclis daha onun üçün münasibdir. Əgər bir kəs salihlərlə oturursa, əgər bir kəs o məclisdə oturursa ki, orada Allah xatırlanır, orada Rasulü xatırlanır, orada yaxşılıq əmr olunur, pislikdən çəkindirilir, təvhid xatırlanır, sünnət xatırlanır, şirkdən çəkindirilir, bidətdən çəkindirilir. Demək ki, belə bir məclis ona daha xoş, daha münasibdir. Bir kəs elə bir məclisdə oturur ki, orada yaxşılıq əmr edilmir, pislikdən çəkindirilmir, Allah xatırlanmır, Rasulü xatırlanmır. Əksinə, insanlar qəflətdədir, o da onların qəflətinə qoşulub gedirsə, demək o məclis ona daha xoş, daha münasibdir, onun qəlbinə daha uyğundur. Çünki hər bir insan öz qəlbinə uyğun şəkildə nə edir? Davranır. Onun qəlbi daxili nə cürdürsə, o cürdə yaşayır. Zikrin 27-ci faydası. Müəllif rahimehullah ta'ala buyurur ki, zikr edən etdiyi zikr ilə ucalır və onunla oturan insan da bundan öz payını alır. Deməli, insan zikr etməklə bir fəzilətə, Allah yanında bir hörmətə, bir kəramətə nə olur? Sahib olur. Və zikr edən insan, zikrə bağlı olan insan İbn-i Qeym deyir ki, elə bir kəsdir ki, onunla oturanda onun fəzilətindən təsirlənir, öz payını alır. Sonra görün nə deyir? Olduqca mühümdür. Məhz elə bərəkətli insan, mübarək insan da belələrinə deyirlər. Yəni, harada olarsa və haraya gedərsə getsin, onunla olanlar ondan faydalanır. Bərəkətli insan, mübarək insan kimə deyilir? O adama deyilir ki, harada olursa olsun, harada olursa olsun, hara gedirsə getsin, insanlar ondan faydalanırlar. İnsanlar ondan xeyir öyrənirlər. İnsanlar üçün xeyrin açarı olur və insanlar üçün şərrin qıfıl olur. Ona görə kişinin bərəkətli olmasındandır ki, harada olursa olsun, mübarək olmasındandır ki, harada olursa olsun, insanlar ondan faydalanır. Zaten Allah subhanahu wa ta'ala da bir müsəlmandan, bir mömindən bunu tələb edir. Və Quran-ı Kərimdə də Allah subhanahu wa ta'ala açıq aydın şəkildə də hətta buna nə edir? İşarə edir. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə İsa aleyhisselamın dilindən buyuraq deyir ki, وَجَعَلَنِ مُبَارَكًا اَيْنَمَا كُنْتُ. Mən harada olurumsa olum, İsa aleyhisselam deyir ki, mən harada olurumsa olum, Allah subhanahu wa ta'ala mən nə etdi? Mübarək etdi. Yəni, harada olurumsa olum, Allahı xatırladıram. Rasulü xatırladıram, yaxşılığı əmr edirəm və pislikdən çəkindirirəm və beləliklə də insanlar nə edir? Məndən faydalanırlar. İbn-i Qeym deyir ki, sonra, qafil və boş işlərlə məşğul olan və boş danışan insan isə özü düşdüyü qəflətlə bədbəxt olduğu kimi onunla oturanda həmin o qəflətdən öz payını, yəni həmin o bədbəxtçilikdən öz payını alır, öz nəsibini götürür. Zikrin 28-ci faydası. Müəllif deyir ki, həqiqətən də zikir
həqiqətən də zikir insanı qiyamət gününün peşmançılığından əmin edir, qarantı edir ki, qiyamət günün peşmançılığına düşməsən. Demək ki, insan qiyamət günü peşmançılıq çəkəcək. Nədir o peşmançılıq? Çünki insanın öz Rəbbini, İbn Qeym deyir ki, çünki insanın öz Rəbbini zikr etmədiyi hər yer və hər məclis qiyamət günü onun üçün peşmançılıq və kədərə səbəb olacaq. Yəni, qəflətdə keçirdiyi günlər onun kədərinə və peşmançılığına səbəb olacaq qiyamət günü. Çünki qiyamət günü o şahid olacaq ki, zikrin sahibləri, zikr əhli, zikrə bağlananlar necə də uca məqamlar əldə edəcək. Çünki sən harada olursansa ol, olduğun yerdə etdiyin zikirlər və o zikirləri eşidən hər bir canlı və hər bir cansız qiyamət günü sənin leyhinə şahidlik edəcək ki, ya Rabbi, həqiqətən bu filankəs oğlu filankəs sənin şəninə təriflər deyirdi, səni böyüdürdü, səni nöqsanlardan uzaqlaşdırırdı. Hətta hədisdə də sabit olub ki, Peyğəmbər sallallahu aleyhi ve sellem təşviq edirdi ki, olduğun hər bir yerdə nə et, azan ver. Niyə? İllət olaraq Rasulullah sallallahu aleyhi ve sellem, səbəb olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, sənin səsin azan verdiyin zaman hansı məsafəyə qədər ucalırsa, o səsi eşidən hər bir canlı, hər bir cansız qiyamət günü sənin leyhinə nə edəcək, şahidlik edəcək ki, bu filankəs oğlu filankəs, ya Rabbi, səni zikr edib, sənin şənini ucaldıb. Və ona görə də yaxşıdır ki, hər bir müsəlman, istər evində olsun, istər işində olsun, özünə bir namazgah ayırsın. Elə bir evində özünə elə bir yer ayırsın ki, fərz namazlarını orada qılır. Orada oturub Allah subhanahu wa ta'ala zikr edir. Müstəhəb namazlarını, nafilə namazlarını orada qılır. Gecə namazlarını orada qılır. Bu onun üçün böyük bir fəzilətdir. Və bunun həqiqətən də insanın axirət günü onun üçün həm dünyada, həm axirətdə böyük bir fəziləti var. Allah ayə fikir verin. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنْظَرِينَ. Onlardan ötürü nə göy, nə də yer ağladı. Onlardan ötürü nə göylər ağladı, nə də yerlər ağladı və heç onlara da möhlət verilmədi, məhv olundular. Allah subhanahu wa ta'ala onları məhv etdi. Baxın, Duxan surası 29-cu ayə. Ayə Firon və Fironun əskərləri haqqında nazil olunub. Nə zaman ki, Allah subhanahu wa ta'ala onları həlak etdi, onları dənizin dibində boğaraq, dənizin dalğalarında qərq edib məhv etdi. Firon və Fironun ordusu məhv olduqdan sonra Allah subhanahu wa ta'ala ki, onlardan ötürü nə göylər ağladı, nə yerlər ağladı və onlara möhlət də verilmədi, məhv olub getdilər. Deməli, ayə onu göstərir ki, yerlər və göylər nə edir? Ağlayır. Kafirlərin ölümü üçün ağlamır. Çünki ayədə keçir ki, فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَا وَالْأَرْضِ. Nə səmalar onlar üçün ağladı, nə də yerlər onlar üçün ağladı. Kimlər üçün? Firon və Fironun əskərləri üçün. Çünki kafir idilər. Allah subhanahu wa ta'ala iman etmədilər, onun göndərdiyi elçini təsdiq etmədilər. Onun üçün də göylər və yerlər onlar üçün ağlamadı. Deməli, göylər və yerlər ağlayır. Kafirlər üçün ağlamadı. Ayənin məfhumul müxalifəsi onu göstərir ki, demək ki, müsəlman öldükdə, mömin öldükdə, iman əhli öldükdə yerlər və göylər onun üçün ağlayır. Bu ayənin təfsirində elm əhli buyurur ki, hər bir insanın səmada əməllərinin qalxdığı bir qapı var. Səmada bir qapı var ki, o hər insanın özünün xüsusi qapısı var. Və insanın etdiyi salih əməllər, tutduğu oruclar, qıldığı namazlar, zikirləri, sədəqələri, yaxşılıqları əmr etmələri, pislikdən çəkindirmələri, bütün salih əməlləri nə olur? Daxil olduğu bir qapısı var. İnsan ölmək ilə əməli kəsilir və bir daha o qapıya onun əməlləri nə olmur? Ərz olunmur. Həmçinin insanın dünyada ikən özünə namazgah seçdiyi bir yer, hansı ki, orada Allah subhanahu ta'ala zikr edir, gecə namazlarını qılır,
nafilə namazlarını qılır və fərz ibadətlərini orada edir. Həmin yerdə mömini xatırlayır. Mömin öldükdən sonra əməli kəsilir təbii ki və bir daha orada nə etmir? İbadət etmir. Orada Allah subhanahu ta'ala artıq zikr edə bilmir. Fərz namazlarını qıla bilmir. Gecə namazlarını qıla bilmir. Və artıq orada ibadət etməsi nə olur? Kəsilir. Və müminin ölməsi ilə əməli kəsildiyi üçün əməllərinin ərz olduğu səmadakı qapısı kədərlənir, ağlayır və o yer ki, oranı özünə namazgah seçmişdi, daim orada Allah'ı zikr edirdi, daim orada Allah subhanahu ta'ala ibadət edirdi. Oradan da ibadətləri kəsildiyi üçün həmin yerdə o mömin üçün darıxır, o mömin üçün ağlayır. Və bu həmin bu ayənin təfsiridir. Məsələ buna görə də Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki: "Fəma bakat aleyhimus sema'u vel ard." Onlar üçün nə səmalar ağladı, nə də yerlər ağladı. Kimlər üçün? Kafirlər üçün. Deməli, kafirlər üçün səmalar və yerlər ağlamırsa, deməli, möminlər üçün ağlayır. Bu da ayənin məfhumul müxalifəsi, yəni əks məfhumudur. Yerlər və göylər kafirlər üçün ağlamırsa, nə olur? Deməli, mömin öləndə isə ağlayır. Mömin öləndə isə ağlamasının şəkili, keyfiyyəti isə bu cürdür. Yəni, möminin əməllərinin ərz olduğu yer var. Mömin özünə namazgah olaraq ibadət üçün seçdiyi bir yer var. Ölməsi ilə əməlləri bir daha səmaya ərz olmur. Ölməsi ilə həmin o yerdə bir daha ibadət etmir. Əməllər kəsilir. Ona görə də əməllərin ərz olduğu səma və ibadət etdiyi yer ondan ötürü nə edir? Ağlayır. Ona görə yaxşıdır ki, hər bir kəs özün üçün, yəni evində və yaxud işində namazgah olaraq özünə belə bir yer qərar versin. Çünki bu onun üçün Allah qatında böyük bir fəzilətdir. Zikrin 29-cu faydası. İbn-i Qayyim rahimehullah ta'ala buyurur ki, həqiqətən zikirlə yanaşı, həqiqətən zikir etməklə yanaşı insan tənha halda uca Allahın əzabını xatırlayıb ağlaması, bütün bəşər qiyamət günü qızmar günün altında yanıb qovrularkən, o isə uca Allahın ərşinin kölgəsində kölgələnəcək. Yəni, tənha qaldıqda zikirlə yanaşı Allahın əzabını da xatırlayırsa insan, necə Allah onun elçilərinə iman etməyən, ona iman etməyən, onun əmrlərini yerinə yetirməyənlərdən intiqam alıb onlara cəza verəcək. Zikirlə yanaşı bunu da xatırlayıb göz yaşı tökürsə, qiyamət günü insanlar o istidə, o qızmar istidə günəşin altında qovrularkən, o isə Rəhmənin ərşinin altında kölgələnəcək. İnsanlar o böyük qızmar gündə günəşin onlara yaxın olmasından əziyyət çəkdikləri zaman, o isə Rəhmənin kölgəsinin altında kölgələnərək sərinlənəcək. Və burada da İbn-i Qayyim rahimehullah ta'ala bu faydada, 29-cu faydada nəyə işarə eləyir? O hədis ki, orada varid olub ki, 7 sinif insan var ki, onlar qiyamət günü heç bir kölgə olmadığı halda günəşdə yaxınlaşacaq, insanları qovurub yaxacaq. 7 sinif insan olacaq ki, onlar Allah subhanahu wa ta'ala'nın ərşinin kölgəsi altında nə olacaq? Kölgələnəcəklər. Onlardan biri kimdir? Qəflətdə tənha qaldığı zaman Allah'a zikr edər və Allahın əzabını xatırlayar və göz yaşı axıdar. Zikrin 30-cu faydası. Zikrin 30-cu faydası həqiqətən də bu olduqca mühüm bir faydadır. Buna diqqətlə qulaq as. İbn-i Qayyim rahimehullah ta'ala buyurur ki, Uca Allah onu zikr etməklə məşğul olanlara, ona dua edib nəsə istəyənlərdən daha artıq və daha əfsəl neymət verir. Yəni, 2 dənə insan təsəvvür elə. Biri zikirlə məşğuldur. Zikirlə Allaha bağlıdır. Biri isə Allah subhanahu wa ta'ala nəsə istəyir. İstənilən dünya mənfəətini, istənilən axirət mənfəətini uca Allahdan istəyir. İbn-i Qayyim deyir ki, Allah subhanahu wa ta'ala zikirlə məşğul olana daha çox böyük neymət verir. Onun istədiyini daha tez və daha böyük şəkildə hasil eləyir. Nəinki Allahdan nəyinsə adını çəkib müəyyən nəyinsə istəyənlər. Deyir ki, İbn-i Qayyim, çünki Ömər bin Xattab radiyallahu anhuna rivayət olunan bir hədis var. O hədisdə Ömər bin Xattab radiyallahu anh deyib ki, Rasulullah sallallahu aleyhi ve sellem belə buyurdu. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, uca Allah belə buyurdu. Yəni, qüdsə hədisdir. Uca Allah belə buyurdu. Kimi
məni zikr etmək, mənə dua edib, nə isə istəməkdən məşğul edərsə, mən ona mənə dua edib, nə isə istəyənlərə verdiyimdən daha üstününü və daha artığını verərəm. Çünki zikir Allah Subhanahu wa Ta'ala'nın ən sevdiyi ibadətlərdən biridir. Təbii ki, onunla məşğul olanı da Allah Subhanahu wa Ta'ala sevir və beləliklə də Allahın o qula qarşı məhəbbəti hasıl olur. Allah Subhanahu wa Ta'ala bir qulunu sevərsə, onun üçün dünya və axirət saadətini, dünya və axirət xeyirlərini hasil edər. Hətta salavat belə Allah Subhanahu wa Ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Azze ve Celle'nin ən çox sevdiyi kəslərdən biridir. Yəni, məxluqat içərisində Allaha ən sevimli olan Rasulullah sallallahu aleyhi ve sellemdir. Ona görə salavatla məşğul olan daha əfsəl bir şey edir, nəinki dua ilə məşğul olan. Salavatla məşğul olan xeyirləri daha tez hasil eləyir, şərləri daha tez aradan qaldırır, nəinki dua edən insan. Ona görə iki dənə insandır. Biri salavat çəkir, salavatla məşğuldur. Salavatla vasitəsilə Allah Subhanahu wa Ta'ala'dan xeyirlərin hasıl olmasını istəyir, şərlərin aradan qalxmasını istəyir. Biri isə dua edərək xeyirlərin hasıl olmasını və şərlərin aradan qalxmasını istəyir. Salavatla məşğul olan daha mühüm işlə məşğuldur. Vallahi, billahi, tallahi, həqiqətən də zikrə sarınmaq, salavata sarınmaq, xeyirlərin hasil olmasında və şərlərin aradan qalxmasında təcrübədən keçmiş bir şeydir. Və bu olduqca dünya və axirət saadətinin hasil olmasında faydalı bir işdir. Və bu ilə kifayətlənək, doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.